Hər vaxtınız xeyir olsun mənim kanalımın dəyərli xanımları, gözəl izləyicilər. Gününüz xeyirli, uğurlu, bərəkətli başlasın inşallah. Arzunun mətbəxinə yenidən xoş gəldiniz, səfa gətirdiniz. Allah hər birinizdən razı olsun mənim dəyərli izləyicilərim. Mənə deyin görüm, yazın görüm nətərsiz. Canınız, başınız, Allah həmişə sizləri yaxşı eləsin, sağlam eləsin, xoş əhval-ruhiyyədə eləsin. Məni də soruşsaz, şükür Allaha. Mən də yaxşıyam, çox şükürlər olsun. Xanımlar, bugün mən şəftəli mürəbbəsi ilə və şəftəlinin kompotu ilə qarşınıza gəlmişəm. İnşallah. Xanımlar, həmişəki kimi mənim özümün belə bir reseptim var. Hamısını hazırlayıram, bütün ərzaqları. Sonra qarşınıza gəlirəm ki, vaxtım çox getməsin. Rahat-rahat sizlə söhbət eləyə, mən işimi davam eləyim və başa vurum, çox vaxtım getməsin. Gözəl xanımlar, burada 2 balon şəftəli. Belə, üzr istəyirəm, 2 dənə 3 kiloluq balona hərəsinə 1 kiloqram şəftəli tökmüşəm. Təmiz-təmiz yumuşam və belə qəşəng balona yığmışam və bu stəkanla da hərəsinə 2 stəkan pesoq tökmüşəm. İndi bura suyun tökəcəm, həmişəki qaydada. Bir 10 dəqiqə şəftəli kompotumuzu qaynadacağım, sonra ağzını maşından sıxıb qoyacağım bir kənara. Bu belə. Sonra isə xanımlar, burada 2 kiloqram yarım mənim mürəbbəli şəftəlim var idi. Onu qəşəng-qəşəng yudum. Bu şəftəlidən fərqli olaraq, bu qırmızı şəftəlidir. Bu kompot üçün çox xeyirlidir və rəng olaraq da qəşəng rəngi çıxır. Ancaq bu mürəbbə üçün şəftəlidir. Bu qəşəng sarı şəftəlidir. Tumundan da rahat ayrıldı. 2 kiloqram yarım burada mənim şəftəlim var idi. Onu qəşəng-qəşəng yudum, qabığını soydum, kubik-kubik figurunu doğradım, qoydum suyun çəksin. İndi xanımlar, nətərdir məsələ? Burada qaldı 2 kiloqram təmizləyəndən sonra şəftəlim. Burada isə 1 kiloqram 800 qram mənim pesoqum var mürəbbə üçün. İndi xanımlar, mən kompotumu qoyum, qəşəng-qəşəng suyunu töküm qazın üzərinə. Kompotumuz orada bir 10 dəqiqə qaynayınca mən sizlə bölüşəcəm. Mürəbbəmizi hazırlayım, inşallah geri dönüş edəcəm. Siz isə izləmədə qalın. Mənə abunə olmamısınızsa hələ, abunə olun, gözəl insanlar. Təkrar görüşərik. Hə, qızlar. Demək, balonun birinin suyunu tökdüm, qoydum qaynamağa. İkinci balonumuzu da qəşəng qaynamış suyla doldurmuşam. İndi onu götürəcəm, ikinci balonumuzu qoyacağım. Bir 10 dəqiqədə o qaynasın, ağzını bağlayım, götürüm. İndi isə xanımlar, mürəbbəmizi burada pesoka qoyun, vaxtımız getməsin. Sonra qəşəng kompotları bağlayın, bismillah, inşallah. Hamısını sizlə bölüşəcəm Allahın izni ilə. Çox qəşəng ətirli şəftəlidir hər ikisi xanımlar. Siz də hazırlayın. Şəftəli bazarda boldur. Allaha şükür. Normal da qiymətədir. Mənim özümün şəftəli mürəbbəsindən çox xoşum gəlir. Çayla içməyə, süfrədə çox belə, həm də vid olaraq yaraşıqlı görünür, dadlıdır. Qonaq-qara gələndə süfrəyə qoyuruq, çayla içirik. Özümüz belə qışda oturanda içirik. Çox ləzzətli bir mürəbbədir. Allah hamını nə işlər görür, qışa nə tədavi görürsə, hamının üçün əziyyətin yerdə qoymasın. Biz də içində gözəl qızlarım.
Gözəl xanımlar, əməyə qiymət verən dəyərli izləyicilərim, pesokladım şəftəlimizi də, biraz soku çıxsın inşallah. Onacan mən balonlarımızı qəşəng bağlayım, yerinə yığım, sonra keçəcəm mürəbbəmizi pişirməyə inşallah. Siz izləmədə qalın mənim səmimi izləyicilərim. Təkrar görüşərik inşallah. Kanalımın dəyərli xanımları, kompotları bağladım, hərəsi ayrı-ayrılıqda 10 dəqiqə qaynadılar. Qazı söndürdüm, balonları bağladım, ağız üstə çevirdim. İnanırsınız xanımlar, o qədər gözəl ətri gəlir şəftəlin. Mən onu bağlayanda onu mən hiss elədim. Allah kim nə iş görürsə, qışa nə tədarük görürsə, inşallah can sağlığı ilə, şirin ağızla nuş eləsin. Amin inşallah, biz də içində. Xanımlar, mürəbbəmizi də qoydum qazın üzərinə. Qəşəng-qəşəng, bax, burada yavaş-yavaş qaynayır. Mürəbbəmiz də bişsin, hazır olsun şəftəlimiz. Qəşəng, hazır formasını sizlə inşallah bölüşəcəm. İndi mən bir stəkan çay içim, mürəbbəmiz hazır olunca. Sonra da inşallah təkrar sizinlə görüşəcəm Allahın izni ilə. Xanımlar, bugün deyim ki, bu arada ayın 17-si iyul 2006-cı il. Çox qəşəng havadır, sərindir. Dedim mən bu sərin havadan səmərəli istifadə edeyim. Bugün bir dənə qəşəng vlog çəkim. Mənim kanalımın gözəl xanımları üçün. İndi mən xanımlar, burada videomu dayandırım hələlik. Bir çay içim, təkrar inşallah görüşərik. Siz izləmədə qalın. Mənim oturub videoma baxmağa hazırlaşın. İnşallah görüşərik. Gözəl xanımlar, mən mürəbbəmi də pişirdim. Allaha şükür, hazır elədim. Hazır forması ilə geri dönüş elədim. Xanımlar, maşallah olsun, çox qəşəng mürəbbəm çıxdı. İçinə bir 10 ədəd mixək atdım. Xırda-xırda da 2 dilim limon doğradım atdım. Kəhraba kimi sap-sarı, baxın xanımlar. Çox qəşəng çıxdı. Allah kim nə pişirirsə, nə hazırlayırsa, əziyyətin yerdə qoymasın. İnşallah can sağlığı ilə, şirin ağızla nuş eləsin. Bizdə içində mənim dəyərli, gözəl izləyicilərim. Bu da mənim şəftəli kompotlarım 2 ədəd. Qəşəng bunları da bağladım. Ağız üstə çevirdim xanımlar. İnşallah bu gecə burada qalar, mətbəxdə. Üstün bastıraram. Sabah Allahın izni ilə götürüb qoyaram şkafa inşallah. Şəftəli mürəbbəmizi də. Xanımlar, bu da mənim mürəbbəm, şəftəli mürəbbəm. Allaha şükür hazır oldu. Belə. Xanımlar, bayaq mən videoda dedim ki 17 iyul, səhv dedim. Bugün 17 avqustdur. Mən iyul dedim. Biraz onu üzürlü sayarsınız. Xanımlar, bir də bilirəm bu vlogumda uzun olacaq bəlkə də hardasa. Amma istəyərdim ki sizin fikirlərinizi bilim, öyrənim. Nə istəyərdiniz mən öz mətbəximdə hazırlayım, onunla qarşınıza gəlim. Bax o rəyləri yazın mənim üçün. Ürəyinizdən nə keçir, nə pişirmək istəyirəmsə, onu mənə yazarsınız inşallah. Gözləyəcəm rəylərinizi, fikirlərinizi. Bir də xanımlar, sizlə məsləhət eləyim. Fikirləriniz mənim üçün çox vacib və önəmlidir. Vaxtınız olsa mənim yorumlarıma da bir nəzər yetirib oxuyarsınız istəsəz. Bir nəfər xanım yazıbdı ki, elə bir dənə oyundur da, başqa məndə mənfi rəy yazan əsla heç vaxt olmur. Bir dənə, maksimum 2 dənə olar. İndi keçən dəfəki videomda da bir nəfər xanım
yazıbdı ki, xanım, qabaqcadan üzr istəyirəm sizdən ifadəmə görə. Çənənizə cəh verməyin də, əlinizə cəh verin. Sözün düzü, özü qabaqcadan məndən üzr istədi. Mən ona yazdım ki, xanım, məcbur bir şey yoxdur da, məcbur deyilən bir şey yoxdur. Əgər istəmirsinizsə, mən çox danışıramsa və yaxud da yavaş-yavaş danışıramsa, sizi mən məcbur eləmirəm ki, siz mənim videoma baxasınız. İndi xanımlar, sizin də fikriniz mənim üçün önəmlidir. Mən nətər danışıram, bərk danışıram, yavaş danışıram, yaslı danışıram. Bunları mənə yazarsınız yorumlarınızda. Bax, bu fikirlərinizi də bilmək mənim üçün çox önəmlidir və vacibdir. Yazarsınız, deyirsiniz, inşallah. Xanımlar, bir dənə də sizdən xahişim o olacaqdır ki, mənim xahiş edirəm, 4000 saatımın bitməyinə çox az qalıbdır. Xahiş edirəm, abunə olun, videoma axıra tam baxın ki, ötürmədən, belə ötürmədən baxmayın. Bunu sizdən rica edirəm. Başdan axıracan diqqətlə baxın, abunə olun. Siz axıracan baxanda ötürməyin. Mənim saatımın üstünə saat gəlir. Onda mən daha qabağa gedirəm, xanımlar. Həm baxış sayım artır, həm də mənim saatımın üstünə saat gəlir. 4000 saatımı bitirirsəm, mən buna görə sizə borclu olaram. Allah hər birinizdən razı olsun, çox danışdım. Hamınızı öpürəm, bağrıma basıram, özünüzdən müğayət olun. Əsası odur. İnşallah təkrar görüşərik.